22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük dəyərli izləyicilər. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 11-də Naxçıvan Muxtar Respublikasına rəsmi səfər ediblər. Teleqraf xəbəri verir ki, səfər çərçivəsində bərpa olunan enerji potensialının gücləndirilməsi, sosial-iqtisadi infrastrukturun yenilənməsi və regional nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısı geniş miqyaslı tikinti və yenidən qurma layihələrinin təməlini qoyaraq bölgənin gələcək inkişaf strategiyasını açıqlayıb. Bu xüsusda 5 hektara yaxın ərazidə 518 mənzildən ibarət sosial evlər kompleksinin təməli qoyulub. Eyni zamanda bölgənin sosial-iqtisadi inkişafı üçün ümumilikdə 258 milyon manat vəsait ayrılması barədə sərəncam imzalanıb. Prezident İlham Əliyev müsahibəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın vahid konsepsiya ilə inkişaf etdirildiyini, Zəngəzur dəhlizinin reallaşdırılması ilə Muxtar Respublikanın mühüm tranzit mərkəzinə çevriləcəyini qeyd edib. Regional inteqrasiya proseslərinin fonunda digər strateji addım Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında atılıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan müsahibəsində Məkkə birgə müdafiə sazişini imzaladıqlarını elan edib. Ərdoğan bu addımın yalnız ABŞ-İran gərginliyinə ani reaksiya olmadığını vurğulayaraq deyib. Məqsədimiz bu təşəbbüsü daha da genişləndirmək və bir gün regiondakı bütün ölkələrin bu çətir altında birgə müdafiəsini təmin etməkdir. Heç bir ölkəni hədəf almayan bu müqavilənin bölgəyə davamlı sabitlik gətirəcəyini deyən Ərdoğan, kənardan tətbiq edilən reseptlərin fəlakət doğurduğunu və Türkiyənin regional iradəyə əsaslanan siyasət yürütdüyünü bildirib. Buna paralel olaraq İran dənizdə təhlükəsizlik məsələləri üzrə Xəzəryanı ölkələrin daha çox məsləhətləşmələr aparmalı olduğunu bəyan edib. İranın Türkmənistandakı səfiri Əli Müştəba Rüzbəhani bildirib ki, Xəzər dənizində düz başlanğıc xətlərinin müəyyənləşdirilməsi metoduna dair qarşılıqlı anlaşmaya nail olmaq üçün qarşıda hələ uzun yol var. Hazırda narkotiklərlə, brakonyerliyə qarşı mübarizə, elmi tədqiqatlar və ətraf mühitin monitorinqi kimi məsələlər üzrə danışıqlar davam edir. Səfir əlavə edib ki, ABŞ və İsraillə gərginlik zamanı İranın Xəzər sahili şəhərləri hücumlara məruz qalıb, həmçinin bir müddət əvvəl İranın ticarət gəmisinə Rusiya sahilləri yaxınlığında Ukrayna tərəfindən hücum edilib. Digər tərəfdən İranın strateji prioritetinin nüvə proqramından Hürmüz boğazına yönəldiyi barədə məlumatlar yayılıb. ABŞ hərbi kəşfiyyatının məlumatlarına görə Vaşinqton Hürmüz boğazını açmaq üçün hərbi gücdən istifadə edə bilər. Lakin belə bir əməliyyat uzunmüddətli, ölümcül və baha başa gələn bir proses olacaq. Rəsmilərin fikrincə, Prezident Trump əmr verəcəyi təqdirdə çoxlu sayda Amerikalı hərbçi yaralana və ya həlak ola bilər. Avropa və Ərəb ölkələrinin rəsmiləri də Hürmüz boğazının hərbi müdaxilə ilə zorla açılmasının təhlükəli əməliyyat olacağı və neft qiymətlərinin kəskin yüksəlməsinə səbəb olacağı ilə bağlı razıdırlar. Digər tərəfdən ABŞ administrasiyasının bir rəsmi nümayəndəsi isə boğazın tamamilə ABŞ hərbi qüvvələrinin nəzarətində və blokadası altında olduğunu, razılaşma əldə olunmayana və ya tam kapitulyasiya baş verməyənədək bu marşrutdan İran üçün heç bir keçidin təmin edilməyəcəyini vurğulayıb. Gürcüstanın sabiq prezidenti Mikhail Saakashvili Rusiyanın 2012-ci ildə başladığı Gürcüstanın məhv edilməsi prosesini sona çatdırmağa çalışdığını iddia edib. O qeyd edib ki, Rusların əsl məqsədi Gürcüstanın uğurlu inkişafını dayandırmaq, ölkəni qərbdən uzaqlaşdırmaq, Tbilisini ələ keçirmək və ölkəni tamamilə məhv etmək olub. Sabiq prezident onun hakimiyyəti dönəmində Rusiyanın bu məqsədlərinə nail ola bilmədiyini, lakin hazırda 2012-ci ildə yarımçıq qalmış həmin prosesi sona çatdırmağa çalışdıqlarını bildirərək vətənpərvərləri buna qarşı çıxmağa çağırıb. ABŞ prezidenti Donald Trump öz ünvanına yönələn bir çox təhdidlər barədə ictimaiyyətə məlumat verilmədiyini açıqlayıb. Trump iyulun əvvəlində ABŞ məxfi xidmətinin və hərbçilərinin tövsiyəsi ilə Türkiyəni prezident təyyarəsi ilə deyil, başqa bir təyyarə ilə gizli şəkildə tərk etməsi hadisəsinə də münasibət bildirərək həmin vaxt real təhlükənin mövcud olduğunu vurğulayıb. Qeyd edək ki, The Washington Post qəzeti iyulun 7-sində və 8-də Ankarada keçirilən NATO sammitindən sonra Trumpın potensial hücum ehtimalı
ehtimalını çaşdırmaq məqsədi ilə gizli şəkildə ABŞ hərbi dəniz qüvvələrinin nəzarətindəki digər bir təyyarəyə keçirildiyini və bu əməliyyatın İranla əlaqəli real təhlükə fonunda təşkil olunduğunu yazmışdı. Bir neçə demokrat senator isə Ağ Ev administrasiyasından bu əməliyyatın təfərrüatlarını rəsmən açıqlamağı tələb edib. Dəyərli izləyicilər, ölkə və dünya gündəmi ilə bağlı xəbərlər təqdim etməyə davam edəcəyik. Öz fikirlərinizi şərh bölümündə qeyd etməyi unutmayın. Sağlıqla qalın.